Dizel Hyundai Kia sürənlər, baxın bu səsin səbəbini göstərəcəm sizə. Diqqətlə sona qədər izləyin. Görürsünüz motordan nə cür səs gəlir. Vaxtında bax, sepin səsi gəlir. Sepi dəyişmirlər. Görürsünüz sep nə qədər uzanıb. Bax, konkret sıradan çıxıb. İndi kimsə deyəcək, pistoleti arxaya veribsiz əlinə. Bax, krişka necə açılıb o vəziyyətdədir. Dəfələrlə də göstərmişəm. Hal-hazırda Raspidvalda sıradan çıxıb və daha da çox səs gəlir, taqqıltı gəlir. Hava sistemi də təmizlənir paket şəklində. İndi göstərəcəm. Baxın, səs hansı detaldan gəlir, konkret olaraq göstərəcəm. Birinci növbədə sep uzanır və sonra da bax, yağlanma burada təzyiq zəif olduğundan görürsünüz Raspidvalda lift əmələ gəlir. Ondan sonra sürürsən maşını, salonda hiss edirsən ki, motor taqqıltılı işləyir. Baxın, hamısı bir-bir təmizləndi. Üst krişkası, qabaq krişkası, hava sistemi də yoldu. Qardaşın maşında hava sistemi də konkret tutulmuşdu. Boğulmanın səbəbi, yanacaq sərfiyyatının artımı hamısı onlardan irəli gəlir. Orijinal sep başmaqla dəyişildi. Görürsünüz zavod kimi germetikası. Fərqinə baxım denə. Əvvəl söküləndə nə gün dedi, motor indi tərtəmiz təmizlənib. Və sep başmaq məsələsi. Orijinal firma söhbəti var, Padelka. Bax, bu orijinal sep başmaqdır. Görürsünüzmü? Bizim istifadə elədiyimiz 100.000 zamanətli sep başmaqdır. Görürsünüz? Komplekt. Və bu da orijinal olmayan sep başmaqdır. Görürsünüzmü? Fərqi yoxdur. Mən onun üçün deyirəm ki, hər dəfə müştəri özü alıb gətirmək istəyir. Nə bilim, biz deyirik, misal üçün, bu qiymətədir bizdə sep dəyişimi 650-700 arası tutur. Müştəri deyir ki, mən sepi ucuz aldım. Görürsünüz, gedir, alır, gətirir bunu, bilmək olmur. Eyni detaldır, baxın. Amma bizim servisdə öz dəyişdiyimiz sep başmağa 100.000 zamanət verir. Görürsünüz, təmizləndi. Əvvəlki ilə axırının fərqinə baxım denə. Səhifədə əlaqə nömrəsi var.